Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim toyuqlarda kalsi çatışmazlığı olanda, ümumiyyətlə tək toyuqlarda yox, hündüşkalarda, cücələrdə, ondan sonra digər ev quşlarında, ördəkdə, qazda belə deyək, kalsi çatışmamazlığı olanda nələri vermək lazımdır? O haqda danışıb məlumat verməyi istərdim. Əziz izləyicilər, videomuza keçməmişdən öncə, yəni mövzumuza başlamamışdan öncə artıq dərəcədə sizdən xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olun, videolarımıza da like qoyun. Əziz izləyicilər, bax görürsünüz, axır vaxtlar az videolar paylaşıram, çünki like qoymusunuz, videolar inkişaf eləmir. Çünki baxıram ki, boş-boş danışanlara vallahi elə baxsız ki, hansı ki bütün xəstəlikləri sirkələ, sarımsaqla həll eləyirlər, qarın ağrısıdır, ondan sonra nə bilim, belə deyək də, o nədisidir, immunitetidir, toyuğun hətta yumurtlamasına deyir, sirkə belə verəndə yaxşı yumurtur. Yəni elə bir dənə sirkədən başqa şey bilməyən insanlar videolar paylaşır, yəni sirkəni hər şeydə istifadə edir də, yəni toyuqlar, bunu verin, toyuqlar ölməyəcəkdir, sirkəni verin, yaxşı yumurtlayacaqdır, sirkəni verin, nə bilim, immuniteti artacaqdır, sirkəni verin, xəstəliyi olmayacaqdır, sirkəni verin, qarın ağrısı olmayacaqdır. Yəni belə videolar paylaşanlara vallahi elə baxsız ki, yəni anlayışı olmayanlara. Ancaq bu cürə xəstəliklər haqqında danışıram, məlumatlar verirəm. Bir dənə girib baxırsınız, like qoymusunuz. O kim ki baxır, məlumat yığır, faydalanır, vallahi like qoymursa ona da mən də belə deyim, istir xətrinə dəysin, istir dəyməsin. Yəni haqqımı halal eləmirəm. Bir dənə like qoymaq nədir? Pul istəmir sizdən, balansınızdan pul çıxmır. Bir dənə like qoyun da bu əməyimi qiymətləndirin. Nəysə əziz izləyici, ona görə vallahi belə baxıram, həvəsdən düşürəm. Videolar hazırlamaq istəmirəm. Edirəm nəyə görə, kimə görə. Allah yaxşıların canını sağ eləsin. Nəysə, o bizlərə də biraz ağıl versin. Belə. İndi əziz izləyicilər, keçəyin mövzumuza. Toyuqlarda kalsi çatışmamazlığı olanda nələr vermək lazımdır? Ümumiyyətlə çox şey vermək olar, tək toyuqlarda yox. Ümumiyyətlə ev quşlarında da, yəni hündüşka, qaz, ördək, cücə və s. Nələr vermək lazımdır ki, kalsilərini bərpa etmək üçün? Birincisi, həmişə mən demişəm, balıq qulağı. Balıq qulağı bu xüsusən dən satılan yerlərin çoxunda satılır. Üyüdülmüş, belə xırdalanmış, yəni üyüdülmüş deyəndə, yəni toz halında olan yox, belə xırdalanmış balıq qulaqları olur. Onu satırlar. İndi kilosunu deyə bilməyəcəm neçədir, çünki hər yerdə bir cürədir. O balıq qulağını alırsınız, qablarda qabaqlarına qoyursunuz və toyuqlar onu düzdür, elə o dəqiqə ilə hamısını yemir, az-az yeyirlər. Və bu toyuqların, belə deyərdim, kalsilərini bərpa edir. Yəni balıq qulağı toyuqların kalsilərinə xeyirdir. Ondan sonra əziz izləyicilər, evdə yumurta, toyuğun öz yumurtasını işlədirsiniz də, onun qabığını atmayın. Onun qabığını əzin, xırda-xırda eləyin, yemlərinə qatın və yaxud belə xırda-xırda eləyin səpin qabaqlarına. Qoy onu dənləsinlər. O toyuğun kalsisini bərpa edir. Yəni toyuğun ümumiyyətlə kalsisi çox vaxtı belə deyək də yumurta yumurta yanına da şey olur, gedir də, yəni kalsi ona sərf eləyir. Ona görə kalsi verilməlidir. Çünki kalsisi olmayan toyuqlar otura bilərlər, yəni ayağı tutula bilər. Yəni bu da kalsisi olmayanda, yəni sümükləri belə deyək də yumşalır. Toyuqda, ördəkdir, qazdır, hündüşkadır, yəni bunlarda bu şeylər baş verir. Ona görə onlara kalsini bərpa edən yemlər, nə bilim, balıq qulağıdır, yumurtanın qabığıdır vermək lazımdır. Ondan sonra əziz izləyicilər, indi çoxları kət yerində qalır, bu qatıq zat hazırlayırlar da, süzmə zat. Qatığı, misal üçün, süzmə hazırlayanda asırlar və onun o suyu çıxır da, bax, o suyu toyuqlara içmək kimi qabaqlarına qoymaq lazımdır. Təbii ki, əgər belə deyək, balaca cücələrinizdə
ayaq tutulmaz zad olursa, yəni kalsium çatışmamazlığı olanda balaca düzələrdir. İndi o düzələrdə hər zad olmur, o yekələndən sonra olur. Çünki şəkərli yemlər zad verirsiniz, o şəkərli yemin içində hər bir maye olduğundan elə şeylər baş vermir. Ancaq əgər təbii buğdayla, qarğadalı yarmasına zaten baxsınızsa, onlara mütləq şor da verin. Şor çünki ağartıdır. Kalsiyunu bərpa edir balaca düzələrdə, hündüşka ballarında zətdə vermək lazımdır. Böyüklərə isə bayaq dediyim kimi o qatığın suyu çıxır, onu verə bilərsiniz. Məsəl üçün elə şeylər var ki, məsəl üçün inəyə zada iynə vururlar, onun südünü belə deyək də istifadə etmirlər. O südü də götürüb düzdür, indi baxır hansı dərman. İndi elə dərman ola bilər ki, ziyan ola bilər toyuğa. Amma bəzi dərmanlar var ki, indi yəni elə ziyanı yoxdur. İndi onu baytarla məsləhətləşə bilərsiniz ki, bu inəyi sağandan sonra südünü toyuğa sula qatıb vermək olarmı? Yəni ziyanı olmaz ki. Əgər elə olmasa, indi çünki dərmanlar müxtəlif olur. Ziyanı ola da bilər, olmayanda. Onu da verə bilərsiniz. Yox, əgər belə vaxt şeylər olanda, yəni süd zat, misal üçün 1 litr südə 1 litrdə su qatıb belə də verə bilərsiniz. O da kalsiyadır, yaxşıdır. Yəni bax belə. Ondan sonra şüşəni qırıb xırda-xırda eləyib qabaqlarına tökə bilərsiniz. Şüşə də toyuqların kalsiyasını bərpa edir, yəni yaxşıdır cücələr üçün. Daha doğrusu böyük toyuqlar zat üçün şüşəni xırda-xırda doğrayıb vermək olar. Bir də əziz izləyicilər, bu qış aylarında biraz balıqlar ucuz olur. Onun adı nə idi? O taxta balıqlar 1 manata, hətta biraz köhnəlmiş 50 qəpiyə zada olur. Ondan alıb suda bişirib həmən ətini yeminə qatıb verə bilərsiniz, suyunu da qabağına tökə bilərsiniz. Bu həm kalsiyalarını bərpa edir, həm vitamindir, həm də bu qış aylarında toyuqları bir çox xəstəliklərdən qoruyur. Yəni onu da balığı da ta gündə alıb vermisiniz də 1 ay, 2 ay. Ayda məsələn 2 dəfə, 3 dəfə ondan verirsiniz. Hətta gedib o balıq satılan yerlərdə, yəni mən çox görmüşəm, yəni almışam da, daha doğrusu balığı təmizləyirlər, onun o içini, başını, içində ikraları zadı, kürüsü zadı olur da, onu yığırlar bir salafana, itə zada vermək üçün zadda. Yəni yaxşı olur da o toyuq üçün. Onu gətirirsiniz, indi pulla 50 qəpiyə 1 manata kilosunu versələr, məsələn 2 kilo, 3 kilo olur da, onu gətirin, pişirin. Onun yağı, onun belə deyəlim vitamini daha da çox olur. Suyunu qoysunuz qabaqlarına, belə deyəlim içirlər. Ətini də isə o kürüdür, başıdır, zatı belə əzsiz, yeminə qatıb verirsiniz. İnandırım sizi, o da daha həm yaxşı vitamindir, həm də belə deyərdim, yaxşı toyuqlara yumurtamağına da kömək olur da. Yəni toyuqlar vitaminini alırlar. Belə, yəni bax belə baxırsınız, bu şeyləri də verirsiniz. Ümumiyyət kalsiyalarını bərpa edir. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Artıq da əziz izləyicilər xahiş edirəm, like qoyun. Əsas like-dır. Vallahi like qoyanda videolar inkişaf edir. Mən də həvəslə videolar çəkirəm. Amma belə baxıram ki, baxmısınız, like qoymusunuz, ona görə deyirəm, tavsiyə lazım deyiləm deyə videolarım çoxu üçün hazırlamıram. Ona görə artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Yəni like qoymaqla nə pulunuz çıxır, nə bir şey olur. Sadəcə bəzə paxıllıq eləyir, like qoymur. Belə, like qoyun, kanalımıza da abunə olun. Sağ olun əziz izləyicilər, salamat qalın.